İranın İsraili hədəf almaq üçün döyüş mövqeyinə çıxarılan bütün ballistik raketləri buraxılmazdan öncə məhv edilib. Bu barədə İsrail ordusu məlumat yayıb. Buna görə də İranın PUA hücumu raket buraxılışı ilə müşayiət olunmayıb. Məlumatda qeyd olunub. Bugün səhər saatlarında İsrailin hava zərbələri nəticəsində Təbrizdə yerləşən Subaşı radar stansiyası dağıdılıb. Subaşı İranın ən qərbində yerləşən radar stansiyası olduğu üçün xüsusi əhəmiyyət daşıyırdı. İsrail İrana hücuma bir neçə il ərzində hazırlayıb və yüksək rütbəli hərbi məmurlar və alimlər haqqında ətraflı dosyalar toplayıb. Bunu İsrailin təhlükəsizlik qüvvələrindəki mənbə bildirib. Mənbənin sözlərinə görə, səhər saatlarında İrana qarşı həyata keçirilən yüksələn şir əməliyyatı İsrail ordusu, Mossad və İsrailin müdafiə sənayesi arasında sıx əməkdaşlıq çərçivəsində həyata keçirilib. İran ordusunun X səhifəsində İsrailə 800 PUA ilə hücum edildiyi qeyd olunub. İsrail ordusundan isə qeyd olunub ki, hərbi hava qüvvələri İsraildən kənarda, yaxın şərq səmasında İran PUA-larını vurmağa başlayıb. Beləliklə, İranın bütün PUA-ları İsrailə çatmadan vurulub. Bu barədə İsrail ordusundan məlumat verilib. İsrail Müdafiə Qüvvələri İranın qərbində nüvə obyektlərinə zərbə endirməzdən əvvəl hava hücumundan müdafiə hədəflərinin vurulmasının görüntülərini yayıb. Mossad İranın mərkəzində 3 gizli əməliyyat həyata keçirib və bu ölkə ərazisində kamikaze PUA-larından ibarət baza yaradıb. Bu barədə İsrail mediası məlumat verib. Qeyd olunub ki, İranın mərkəzi hissəsində Mossad komandos qrupları yüksək dəqiqlikli silah sistemlərini İranın zenit raket komplekslərinin yaxınlığındakı açıq ərazilərdə yerləşdiriblər. İsrailin hücumu zamanı bu sistemlər hərbi hava qüvvələrinin İrana ümumi zərbələri ilə koordinasiyalı şəkildə işə salınıb və yüksək dəqiqliklə raketlər buraxılıb. İkinci əməliyyatda İsrail qırıcılarına təhlükə yaradan İranın hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirmək üçün Mossad mürəkkəb zərbə sistemlərini nəqliyyat vasitələrində gizli şəkildə yerləşdirib. Qəfil hücumun əvvəlində bu silahlar işə salınaraq hədəflənmiş İran müdafiə sistemlərini tamamilə məhv edib. Üçüncü əməliyyat çərçivəsində Mossad əvvəlcədən İran ərazisinə yeridilmiş partlayıcı dronlardan ibarət şəbəkə yaradıb. İsrailin hücumu zamanı həmin dronlar aktivləşdirilərək Tehranın yaxınlığındakı Əsvaqabad bazasında yerləşən yer-yer tipli raket buraxılış qurğularına zərbə endirib. Bu qurğular İsrailin strateji obyektləri və mülki əhalisi üçün təhlükə hesab olunurdu. İsrailin İranın şimal-qərbindəki Təbriz şəhərinə endirdiyi zərbələr nəticəsində azı 3 yerli sakin həlak olub. Təslim agentliyi bu barədə Şərqi Azərbaycan vilayətinin böhran vəziyyətlərinin idarə edilməsi idarəsinin rəisinə istinadla məlumat yayıb. İsrail Şərqi Azərbaycanda 10 yaşayış məntəqəsinə zərbə endirib. Hücum nəticəsində Təbriz şəhərində 3 nəfər həlak olub, deyə məlumatda qeyd olunur. Rusiya, İsrail və İran arasında gərginliyin kəskin artmasından narahatdır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Rusiya gərginliyin kəskin artmasından narahatdır və pisləyir. Rusiya prezidenti Vladimir Putin İsrail ilə İran arasında baş verənlərlə bağlı məlumatları onlayn alır. Rusiya prezidenti Vladimir Putin pilotsuz sistemli qoşunların ən sürətli və keyfiyyətli yerləşdirilməsini və inkişafını təmin etməyi tapşırıb. Bu barədə o, Dövlət Silahlanma Proqramı ilə bağlı keçirilən müşavirədə deyib. Hazırda biz ordunun ayrıca bir qolu kimi pilotsuz sistemli qoşunları yaradırıq və onların ən sürətli və keyfiyyətli yerləşdirilməsini və inkişafını təmin etməliyik. Biz İranın yüksək səviyyəli nüvə komandirlərini və alimlərini vurduq. İsraillilər uzun müddət sığınacaqlarda qalmağa hazır olmalıdır. Bunu İsrail Baş naziri Benyamin Netanyahu xalqa müraciətində deyib. Mən İsrail xalqını komandanlığın göstərişlərinə əməl etməyə çağırıram. Uzun müddət sığınacaqlarda qalmalı olma ehtimalınız yüksəkdir. Əminəm ki, siz yemək, geyim və sair ehtiyat yığırsınız.
Ukrayna Müdafiə Qüvvələri Rus işğalçıları Sumdan sıxışdırıb çıxarır. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski deyib. Bugün baş komandan Sirski məlumat verib. Cəbhə ilk növbədə Pokrovsk istiqaməti, Kursk əməliyyatı, Sum sərhəd bölgəsi, Sumdakı bölmələrimiz yavaş-yavaş işğalçıları geri itələyir. Hər bir əsgərimizə təşəkkür edirik. İsrail Müdafiə Qüvvələrinin zərbələrinin nəticəsində Natanzdakı nüvə obyekti zədələnib. Bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat yayıb. Zərbə nəticəsində kimyəvi və ya radiasiya çirklənməsi olmadığı qeyd olunur. Obyektdə heç bir sızma yoxdur. İsrail Təhlükəsizlik Xidmətinin məlumatına görə Natanzdakı nüvə obyekti tamamilə məhv edilib. Eyni zamanda İranın Müdafiə və Hüquq Mühafizə Nazirinin İsfahandakı müavini Əkbər Sallahi nüvə obyektinin şəxsi heyətinin sağ qaldığını qeyd edib. Gürcüstan hökuməti Avropa Birliyi ölkələrinin üz-üzə gəlməkdən qorxduğu heyvandır. Bu sözləri Macarıstanın baş naziri Viktor Orban deyib. Hələ 2022-ci ildə qlobal liberallar ölkələrimizin indiki hökumətlərini qoruyub saxlanmasına mane olmaq üçün həm sizdə, həm də burada vəziyyəti sabitsizləşdirməyə çalışdılar. Gürcüstan hökuməti Brüsselin üzləşməkdən qorxduğu heyvandır. Müqavimət göstərmək qərarına gələn ilk Gürcüstan oldu və bu his bizə yaxındır. Macarıstan baş naziri həmçinin Gürcüstanın iqtisadi artımını Budapeştin də əldə etmək istədiyi heyran edici nailiyyət adlandırıb.